8 kiloqram kütləli cismi kütləsi 6 kiloqram olan bir cins lingin hansı nöqtəsindən asmaq lazımdır ki, ling tarazlıqda qalsın? Baxın, lingin kütləsi verilib 6 kiloqramdır. Deməli, onda biz lingin çəkisini də nəzərə almalıyıq. Və biz də 6-nı vuracağıq J-nin qiymətinə 10, 60 olacaq lingin çəkisi. Əlbəttə ki, lingin çəkisini mən qeyd etmişdim ki, tam yarıdan göstərmək lazımdır və aşağıya doğru. Baxın, görün nə qədər bölgü var? 1, 2, 3 buradadır və burada isə 5 dənə bölgü var. 3 üstə gələk 5, 8 bölgü. 8 də yarıya bölün 4. Deməli, 4-cü bölgüdən aşağıya doğru 60-ımızı yazmalıyıq. İndi isə deyək ki, 8 kiloqram kütləli cismi haraya asaq ki, bu ling tarazlıqda qalsın. Əlbəttə ki, biz momentlər qaydasından istifadə edəcəyik. Hansı ki, saat əqrəbinin əksi istiqamətində fırladan qüvvənin momenti bərabər olmalıdır saat əqrəb istiqamətində fırladan qüvvənin momentinə. İndi burada fikir verin. Gördüyünüz kimi 15 kiloqram kütləli cismə yer tərəfindən ağırlıq qüvvəsi təsirdir. Yenə mg ilə hesablanır. Kütləni vuracaqsınız, yəni J-yə. 15-i vuraq ona, o da olacaq 150. İndi bu 150 təsirin ağırlıq qüvvəsi gördüyümüz kimi saat əqrəbin əksinə doğru fırlatmağa çalışır lingi. Aha, 60 isə gördüyümüz kimi saat əqrəb istiqamətində. Həmçinin burada 8 kiloqram kütləli cismi burada hardan asırıqsa da, həmin bu cismə də ağırlıq qüvvəsi təsir edəcək axı. O da nə ilə hesablanacaq? 8 vurulsun, J-nin qiyməti 80. Aha, bu da eyni ilə 60 kimi saat əqrəbi istiqamətində fırlatmağa çalışacaq. Onda saat əqrəbi istiqamətdə fırladan qüvvələrin momentini toplayacağım, bərabər götürəcəm saat əqrəbinin əksi istiqamətdəki qüvvənin momentinə. Saat əqrəbinin əksi istiqamətində fırladan 150 idi. Baxın, dayaqdan nə qədər məsafədədir? 2 məsafədədir. Onun momentini tapmaq üçün əlbəttə ki, 150-ni vuracağım 2-yə. Bərabər götürəcəm. 60 nə qədər məsafədədir? 1 məsafədədir. 60 vuraq 1. O da olacaq 60. Üstə gəlinsin 80 vuraq x-a. Çünki 80-i hardan astığımı hələ bilmirəm. Ona görə də məsafəyə x deyirəm. Aha. Buradan 150 vurulsun 2 bizə verəcək 300. 300 bərabər 60 üstə gəlinsin 80 x-a. Buradan 80 x-i tapsaq olacaq 300 çıxaq 60 240. X-a tapacağıq 240 bölək 80 3. Deməli 3-cü dalmadan asmaq lazımdır. Dayaqdan 3 məsafədə. Baxın, bu 1, bu 2, bu da 3. Deməli gördüyümüz kimi buraya uyğun olan 3 nöqtəsidir. Cavab olacaq C bəndi.